6 qaraj tipli, 4 otaqlı, 3 sotda həyət evi təqdim edirəm dəyərli izləyicilərim. Hal-hazırda evin xarici görünüşünü təqdim edirəm. Evin fasadı qabançıq daşlarla üzlənilib. Evə qalxan pilləkən daxil olmaqla kürsüyə qədər aqlay daşlardan istifadə olunub. Sənədi haqqında məlumat verim. Evin də torpağında sənədi var. Tam ipotekaya yararlı bir ev təqdim edirəm. Bankda ipotekası hazır olan müştərilər bu evlə maraqlana bilərlər. Quruq qoşa daşla tikilib, bünövrəsi betondur. Tikintinin sonundan beton kəməri fırlanır. Həyətin təqdim edirəm hal-hazırda sizlərə. Həyətin bir hissəsinə tamet döşənilib, digər hissəsində torpaq saxlanılıb. Ev Masazır qəsəbəsində Yeni Bakı yaşayış kompleksinin arxa tərəfində yerləşir. Qiyməti ilkin olaraq 133 min manata deyilir. Real müştərilərə endirim olunacaq. Qarajı təqdim edəcəm sizlərə. Geniş qarajı var. Qarajı tam təmirlidir. Qarajına tam sərbəst 2 maşın daxil etmək mümkündür. Qarajda alternativ otaqları var. Digər bir otaq da burada yerləşir. Evin içərisini təqdim edəcəm sizlərə dəyərli izləyicilərim. Kanalımıza abunə olmağı unutmayın. Abunə olun ki, hər yüklədiyimiz ev elanları ilə tanış olasınız. Axtardığınız evləri kanalımızda tapasınız. Dəhlizi təqdim edirəm hal-hazırda sizlərə. Keçək qonaq otağı ilə tanış edim sizləri. Bir daha qeyd edim ki, evimiz 4 otaqlıdır. 3 yataq otağı və 1 qonaq otağından ibarətdir. Televizor üçün xüsusi TV stent yığılıb. Keçək evin mətbəxi ilə tanış edim sizləri. Burada yerləşir evin geniş mətbəxi. Mətbəxin və qonaq otağın pəncərəsi birbaşa evin öz həyətinə baxır və burada yerləşir yataq otaqlarından biri. Keçək digər yataq otağını təqdim edim. Bura isə evin yataq otaqlarından ikincisidir. Dəhlizin sonunda evin sanuzeli yerləşir və sonda evin sonuncu üçüncü yataq otağını təqdim edirəm sizlərə. Dəyərli izləyicilərimiz, bu evlə maraqlanan müştərilərimiz videonun başlıq bölümündəki nömrə ilə əlaqə saxlaya bilərlər.